Ona görə Allah Teala məzəmmət edib tamahkarları. Və minhum mən yəlmizuka fis-sadaqat. Fəin u'tu minhə radu və in ləm yu'tau minhə idəhum yəsxatun. Deyir ki, Rəbbimiz, onlar sənə sədəqələrə görə eyb edirlər və ya səndə nöqsan tuturlar. Onlara verildikdə və ya onlara ondan nəsə çatdıqda razı olurlar, nəsə çatmadıqda onları qəzəbli görərsən. Tamah belədir. Yalnız götürdükdə razı olur. Əldə etdikdə, nail olduqda həmd edir. Əgər Allah Teala nədənsə məhrum edibsə onu qəzəblənir, etiraz edir. Dünyanın quluna çevrilir. Şəhvətin əsiri olur. Deyir ki, sallallahu aleyhi və səlləm, təisə abdud dinari və dirhəm vəl qatifəti vəl xamisə in u'tiyə radi və illəm yu'ta ləm yarda. Bədbəxti dinarın qulu, dirhəmin qulu, parçanın, paltarın, yəni xələtin qulu, ona nəsə verilsə razı olar, nəsə verilməsə razı olmaz. Ona görə nə qədər insan var, qurbanı olub tamahın, dünyalarını, dinlərini başqalarının dünyasına satıb, əmanətə xəyanət edib mala görə, qohumluq əlaqələrini kəsib, qırıb, ahirəti unudub, xəsarətə, ziyana uğrayanlardan olub. Ənəs bin Məlik radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmlə nəql edir. Deyir ki, sallallahu aleyhi və səlləm, yəhrumu ibni Ədəm və təşibu minhu ithnən. Adəm övladı qocalır, lakin iki şey onda cavanlaşır. Qocalırsa da iki şey cavanlaşır onda. Ər-hirsu aləl-məl və ər-hirsu aləl-ömür. Mala hərislik, ömrə hərislik. Ona görə də qani olmaq tükənməz bir xəzinədir. Lakin tamah sönməyən oddur. Ona görə çəkinin tamahdan, razılıq yolunu seçin özünüz üçün, nəfsiniz üçün. Allahın verdiyi ilə razılaşın, bölgüsü ilə razılaşın ki, dünya və axirət xoşbəxtçiliyinə çatasınız. Çəkinin tamahdan, çünki bəlaların əsasında gəlir. Səbəbdir bədbəxtliyə. Nə qədər qövmlər məhv olub tamaha görə. Nə qədər qövmlər tamah onları həlakə, fəlakətə sürükləyib.